əməlləri yazan mələklər şikayət edir Allaha. Deyir, hər gün günah edir, yazırıq, biz utanırıq, utanmır. Yorulmuşuq bunun günahlarını yazmaqdan. Allah deyir, inşallah qayıdar. Bir gün peşman olar, dönər. Amuruhum bis səbr. Mələklərə deyir ki, mənim mələklərim, darıxmayın, səbr eləyin. Elə bir ataya balasından şikayət edərləri bilməz nə desin. Mələklərə deyir, mən belə rəftar edirəm və ənə əcvədül əcvədin və ərhamur rahimin. Çünki mən səxavətlilərin səxavətlisiyəm. Neyim, necə qurtarım günahlardan? İmam Sadiq dedi, yalan danışma. Dedi, elə bir dənə bu, dedi, bəli. Ondan sonra dedi, gedim filan günah eləyim. Sonra fikirləşdi ki, birdən qaydanda soruşdular ki, hardan gəlirsən? Yalan danışmaq. Mənə deyib, yalan danışma. Bir yalanı tərk eləməklə hər şeyi tərk elədi.